müəllimələr, bugün bizim sizinlə dərsimiz nəzəriyyələr mövzusu olacaq. Yəni məktəbəqədər təhsil pilləsində Montessori, Waldorf və Reggio Emilia nəzəriyyələrinin öyrənməsini təşkil edəcəyik bir növ. Sadə şəkildə izahını təşkil edəcəyik. İndi biz ilk öncə nəzəriyyələrə keçməmişdən öncə biz baxaq bu nəzəriyyələrin ortaq xüsusiyyətləri nələrdir? İlk öncə onlara baxaq. Biz baxın müəllimələr, burada qeyd olunub ki, yəni bu nəzəriyyələr əsasən Montessori'dir, daha sonra Reggio Emilia və Waldorf modelləridir. Yəni bunlar da bildiyimiz kimi təhsil pilləsində öz səviyyəsini, öz yerini tutmuş bir nəzəriyyələrdir. İndi biz hər üç yanaşmaya, yəni hər üç nəzəriyyənin ortaq xüsusiyyətlərinə baxacağıq. Baxın müəllimələr, deyir ki, hər üç pedaqoji yanaşmada, baxın bu hissədən danışıram. Hər üç pedaqoji yanaşmada təhsilə səsi bağlayardınız da müəllimələr. Aha, deməli səsi bağlayın müəllimə. Deməli hər üç pedaqoji yanaşmada bir növ belə deyək də, təhsilə yeni baxış sistemi formalaşdırmaq üçün yaradılıb. Yəni müəllimə baxış bucağı ilə baxmalıyıq da, yəni təhsilə belə deyək, yeni, daha müasir, tələblərə uyğun şəkildə yanaşmalıyıq. Yəni müasir dövrlə bir növ biz ayaqlaşmalıyıq da, yeniliklərdən istifadə etməliyik. Yəni mənası budur. Daha sonra qeyd olunub ki, hər üç modeldə uşaq öyrənmənin mərkəzindədir. Yəni mövqeyinə görə fərqlər ayırd edilə bilər. Bu da o deməkdir ki, yəni uşaq öyrənmənin mərkəzindədir də. Yəni bir növ belə deyək, biz uşağı öyrənmənin mərkəzində kimi yanaşmalıyıq? Hər uşağın da bilirik ki, öz öyrənmə tərzi var, öz yanaşması var. Bunun üçün də biz uşaq mərkəzdədirsə, biz uşağın meylini, marağını yəni öyrənməliyik. Bu da uşaq yönümlülük prinsipimizə əsaslanmış olur əsasən. Yəni deməli müəllimələr aydın oldu. Qeyd elədik ki, hər üç yanaşmanın Montessori, Reggio Emilia və Waldorf yanaşmasının nəzəriyyəsinin əsas ortaq cəhətləri oldu. Bunlar da hansıları oldu? Hər üç pedaqoji yanaşma təhsilə yeni baxış bucağı sistemi formalaşdırmaq üçün yaradılıb. Daha sonra hər üç modeldə uşaq öyrənmənin mərkəzindədir. Mövqeyinə görə fərqlər ayırd edilə bilər. Yəni müasir dövr, yeni müasir baxış bucağı ilə baxmalıyıq və uşaq bir növ öyrənmənin mərkəzindədir. İndi biz müəllimələr ortaq xüsusiyyətlərdən keçirik digər yanaşmaların özünə. Bugünkü mövzumuzda bildik ki, nəzəriyyələr oldu. İndi biz Montessori pedaqoji yanaşmasına baxacağıq müəllimələr. Montessori pedaqoji yanaşması müəllimələr 1900-cu ilin əvvəllərində Romada Mario Montessori tərəfindən yaradılmışdır, tərtib edilmişdir. Bu da yəni bir növ belə deyək də, diferensiallıq, yəni müxtəliflik sözü hardan yaranmışdı? Yəni ilk dəfə olaraq Montessori, Maria Montessori bu yanaşmadan bir növ əlilliyi olan uşaqlarla işləmək üçün bu nəzəriyyəni istifadə etmişdi. Bu nəzəriyyəni daha çox işlətmişdi də, təkmilləşdirmişdi. Amma yəni belə deyək də, bu nəzəriyyəni istifadə etmişdi əlilliyi olan uşaqlar üçün ilk dəfə olaraq və bunu diferensiallıq olaraq, yəni diferensiallıq anlayışı buradan yaranmışdı. Yəni müxtəliflik, diferensiallıq da bilirik ki, müxtəlifliyin nəzərə alınmasıdır. Diferensiallığı da müəllimə, yəni Maria Montessori əsasən bir növ inklüzivlikdə istifadə etmişdi. İnklüzivlik də bilirdik ki, yəni bütün uşaqların birgə təhsilə cəlb olunması idi. İstər sağlam, istərsə də əlilliyi olan uşaqların birgə təhsilə cəlb olunması idi. Amma bu anlayış hələ formalaşmamışdı deyə inklüzivliyi əsasən diferensiallıq olaraq işlədirdi Montessori. Yəni diferensiallıq anlayışı buradan yaranmışdı. İndi baxaq müəllimə. 4-7 yaşları əhatə edən uşaqlar evi layihəsini həyata keçirməyə başlayır artıq 1907-ci ildə. Və qısa müddət ərzində bu metodologiya yəni daha da genişlənir, daha da inkişaf edir və bütün dünya üzrə artıq məşhurlaşmağa, tanınmağa başlayır bir çox ölkələrdə. Bundan əlavə biz nə qeyd edəcəyik müəllimələr? İndi biz keçək nəyə?
İnkişaf etdirici mühit də müəllimələr burada əsas rol oynayır bu yanaşmada. Yəni qeyd olunub ki, bu yanaşma uşaqların öyrənmə prosesinin bir növ inkişaf etdirici mühitin tərbiyəçi müəllim tərəfindən izlənilməsi əhəmiyyətini vurğulayır. Yəni qeyd eləyir ki, tərbiyəçi müəllimin də rolu burada əvəz edilməzdir. Yəni uşaqların inkişafındamı deyək, öyrənməsindəmi deyək, tərbiyəçi müəllimin rolu mühümdür. Həmçinin müəllimələr, indi nəzəri əsaslarına baxaq. Montessori yanaşmasının qeyd olunub ki, koqnitiv konstruktiv öyrənmə nəzəriyyəsi də adlandırılır bu yanaşma. Müəllimələr, koqnitiv konstruktiv dedikdə bu bizim idrakımızdır, yəni zehnimizdir. Koqnitiv dedikdə idrak yadınıza düşsün. Yəni əsasən imtahanda da bu tipli düşə bilər, koqnitiv soruşa bilər. Yəni siz orada çaşmayın da, koqnitiv idrakdır. Yəni koqnitiv konstruktiv deyir. Koqnitiv dedik ki, idrak oldu, amma konstruktiv praktikdir. Yəni bir növ öyrəndiklərimizin, dərk etdiklərimizin praktik olaraq tətbiq etməliyik də. Yəni sizdən soruşsalar ki, koqnitiv konstruktiv öyrənmə hansı nəzəriyyədə idi? Biz bu zaman qeyd edəcəyik ki, Montessori nəzəriyyəsində idi. Həmçinin burada baxın müəllimələr, Montessori inanırdı ki, uşaq mərhələlərlə öyrənməlidir. Burada biz digər yanaşmalarımızdan da qeyd olunmuşdu. Piaget ilə bir sıra oxşar məqamları var. Baxın müəllimələr, deyir ki, uşaq mərhələlərlə öyrənir. Montessori buna inanırdı ki, uşaq mərhələli şəkildə öyrənir, inkişaf edir. Piaget də öyrənməni mərhələlərlə öyrənməni daha çox stimullaşdırırdı. Ona görə də müəllimələr, baxın, Montessori'də 2 dövrə ayrılırdı. 0-3 yaş şuursuz mənimsəməkdir. 3-6 yaş isə şuurlu mənimsəməkdir. Amma Piaget də mərhələlərlə öyrənməni stimullaşdırırdı Montessori kimi. Ona görə də yəni sizdən soruşsalar ki, hansı nəzəriyyələrin belə deyək də mərhələlərlə inkişaf eləyir, hansı nəzəriyyələrdə qeyd olunmuşdur, uşaq mərhələlərlə öyrənir. Bu zaman biz qeyd edəcəyik ki, Piaget və Montessori'nin ortaq cəhəti olaraq uşaq mərhələlərlə öyrənir. Yəni bu fikri əsas götürmüş olacağıq. Daha sonra biz nəyi qeyd edəcəyik müəllimələr? Bura qədər aydın oldu yəqin ki, deməli koqnitiv konstruktiv öyrənmə oldu Montessori. Uşaq mərhələlərlə öyrənir. Bu ortaq olaraq həm Piaget oldu, həm də Montessori oldu. Həmçinin baxın müəllimələr, Montessori də uşaq doğulduğu gündən 3 yaşa qədər, yəni 0-3 yaş şuursuz mənimsəmə dövrüdür. 3 yaşdan 6 yaşa qədər olan mərhələ isə şuurlu mənimsəmə dövrü adlanmış olur artıq. Yəni 2 dövrə bölürdü Montessori, şuurlu və şuursuz öyrənmə olaraq. Həmçinin baxın, burada da qeyd olunub ki, o Piaget'in fikirlərindən təsirlənərək müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirirdi. Yəni sizdən soruşsalar ki, müxtəlif yaşlı uşaqların eyni qrupda birləşdirilməsi hansı yanaşmada, hansı nəzəriyyədə idi? Bu zaman biz qeyd edəcəyik ki, Montessori'də idi. Daha sonra biz nəyi qeyd edəcəyik müəllimələr? Baxın, burada qeyd olunub ki, zehin və ürəyin inkişafında öyrənmə zamanı əldə etdiyi təcrübələr vasitəsilə nəzərdə tutulur. Yəni bu nə deməkdir? Zehin və ürək, yəni belə deyək, zehnimiz idrakımızdır. Yəni koqnitiv olaraq. Yəni dedik ki, koqnitiv idrak deməkdir. Koqnitiv dəyəri bir növ belə deyək də öz istəkləri ilə, həvəsləri ilə bir növ belə deyək, vəhdət təşkil etməlidir. Yəni bir növ belə deyək də, Montessori zehni inkişafı, idraki əsas götürürdü. Amma bununla yanaşı, yəni ürəyimizlə də belə deyək, daha istəkli şəkildə öz həvəsimizlə yanaşmalıyıq da bir növ vəhdət şəkildə təşkil etməlidir. Bu da bir növ Montessori yanaşmasındaydı. Bundan əlavə müəllimələr qeyd olunub ki, baxın, bir çox pedaqoqlara görə məhz Montessori pedaqoji yanaşmasında hər bir detal sanki ruhun da inkişafına xidmət edir. Baxın, ruhun inkişafı əsasən Waldorfdaydı. Amma baxın, ruhun inkişafıdır, daha sonra zehn və ürəyin dedik, ruhun inkişafı, daha sonra uşaqların sağlamlığı, psixoloji olaraq sağlamlığı da bu nəzəriyyədə mühüm rol oynayır. Daha sonra müəllimələr, biz sizə nəyi qeyd edəcəkdik? Müəllimələr, bundan əlavə müəllimin rolu var. Müəllimin rolu dedikdə isə
Biz burada nəyi qeyd edirik? Müəllim burada gözə görünməz icra edici rolunda çıxış eləyir. Sizdən soruşsalar ki, hansı nəzəriyyə idi ki, gözə görünməz icra edici rolunu çıxış edirdi? Bu Montessori'dir. Yəni gözə görünməz icra edici dedikdə deyə bilərsiniz ki, bu nədir? Gözə görünməz icra edici dedikdə müəllimələr, yəni bir növ tərbiyəçi müəllimə kənardan müşahidə eləyir, uşağın fəaliyyətinə müdaxilə etmir. Sadəcə olaraq kənarda dayanıb müşahidə eləyir uşağın fəaliyyətini. Bu da olur gözə görünməz icra edici. Bu da oldu Montessori yanaşmasında. Həmçinin Montessori uşaqlarda özünə inam formalaşdırmaq üçün öyrənmə zamanı onlara mane olmamalıdır. Yəni bir növ belə deyək də gözə görünməz icra edici rolunda çıxış eləyir. Bununla da yanaşı uşaqlara hər hansısa bir iş prosesindəmi deyək, dərs prosesi zamanı müdaxilə etmir. Sadəcə yəni bəzi hallarda müdaxilə eləyə bilər. O da konflikt zamanı uşaqlar arasında hər hansısa bir belə deyək, davamı deyək, nəsə bir konflikt yaranarsa, bu zaman tərbiyəçi müəllimə müdaxilə etməlidir. Amma digər hallarda belə deyək, Montessori qeyd edir ki, uşaq özü öz səhvini düzəltməlidir, uşaq özü inkişaf eləməlidir, özü stimullaşmalıdır. Daha sonra müəllimələr baxın, qeyd olunub ki, tək və qrup halında uşaqlar bir növ belə deyək, inkişaf təmin edilirdi. Yəni sizdən soruşsaq ki, Montessori'də necə idi iş formaları olaraq tək və qrup halında fəaliyyət göstərirdi və hiss üzvləri vasitəsilə uşaqlar öyrənmələrinə şərait yaradılırdı. Hiss üzvlərinin inkişafı da, yəni lamisə üzvlərinin inkişafıdır. Hiss üzvlərinin inkişafı dedikdə isə bir növ belə deyək də, sensor tərbiyə əsas nəzərdə tutulur. Yəni hiss üzvlərinin inkişafı sensor tərbiyədir müəllimələr. Bura qədər aydındır müəllimələr. Buradasınız müəllimələr. Bəli, müəllimə buradayım. Bəli, yaxşı, aydındır. Aha, Allah canınızı sağ eləsin. Aydın izah edirsiniz, çox sağ olun. Allah razı olsun. Siz də sağ olun. Aha. Deməli müəllimələr hiss üzvlərinin inkişafı da dedik ki, Montessori pedaqoji yanaşmasındaydı. Yəni lamisə üzvləri, duyğu üzvləri vasitəsilə bilinir. Bu da sensor tərbiyədir. Həmçinin müəllimələr bununla yanaşı sensor mədəniyyəti anlayışında ilk dəfə elmə Montessori gətirmişdi. Amma sensor tərbiyədə dedik ki, burada mühüm rol oynayır, yəni hiss üzvlərinin inkişafıdır. Daha sonra biz nəyə baxacağıq müəllimələr? Dəqiqə. Aha, bundan əlavə müəllimələr baxın, aktiv rola malik olmalıdır tərbiyəçi müəllim öyrənmə üçün, öyrənmə mühiti yaratmaq üçün aktiv rola malik olmalıdır. Uşaqların hər biri ilə ünsiyyət yaranmasına önəm verməlidir. Daha sonra münasibətlərin formalaşması üçün onlara bir növ özünə idarə etmə, intizam bacarıqları formalaşdırmalıdır. Yəni qeyd etdiyimiz kimi tərbiyəçi müəllim mühüm rol oynayır. Yəni uşaqların inkişafında, bünövrəsində. Yəni biz bayaq da qeyd elədik. Yalnız konflikt olan zaman tərbiyəçi müəllim müdaxilə edə bilər. Amma digər hallarda sadəcə olaraq kənardan müşahidə etməlidir. Uşaqların özü inkişaf etməlidir, özü formalaşmalıdır. İndi biz ətraf mühitin roluna baxacağıq Montessori pedaqoji yanaşmasında. Baxın müəllimələr, burada deyir ki, otaqlar müəyyən vəsaitlərlə zəngin olmalıdır. Yəni bu bir növ belə deyək də fiziki mühitdir. Yəni inkişaf etdirici mühitdə fiziki mühitdir. Burada da nələr qeyd olmuşdu? Materiallar idi, bir növ otaqların tərtibatı, materiallar idi fiziki mühitdə yer alan. Həmçinin müəllimələr, burada Montessori yanaşmasında materiallar orijinaldır. Yəni əsasən orijinallıq təşkil eləyir burada. Və bununla yanaşı qeyd elədik ki, otaqlar müəyyən vəsaitlərlə təmin edilir. Kiçik yaşlı uşaqlar vəsaitlərdən yeni nə isə öyrənmək, hər hansısa bir məsələni araşdırmaq üçün istifadə edə bilərlər. Daha sonra müəllimələr, indi ətraf mühitin rolunu izah elədik. İndi biz keçəcəyik yanaşmanın təcrübədə tətbiqinə. Baxın, bu yanaşmada əsas biliklər qeyd olundu, sensor üzvlər vasitəsilə təcrübə edilərək mənimsənilir. Daha sonra müəllimələr, böyüklərin müdaxiləsi olmadan bir növ uşaqlar öz həvəsləndirərək işi tamamlamalıdırlar.
Yəni uşaq hər hansısa bir səhv etməlidirsə, biz ona kömək göstərməməliyik. Montessori yanaşmasında yəni belə qeyd olunub, uşağın özünün öz səhvini düzəltməsi əsas götürülür bu yanaşmada. Həmçinin müəllimələr, biz deyə bilərik ki, uşaqlarda istifadəsi rahat olan, hərəkətli və rəngli didaktik materiallardan geniş istifadə edilir. Yəni didaktik materiallara əsasən Montessori istifadə etmişdi. Didaktik materiallar yəni burada mühüm rol oynayır Montessori yanaşmasında. Yəni bu materiallarda riyaziyyat, rəng, oxuma, yazma qabiliyyətlərini inkişaf etdirir. Yəni bir növ belə deyək də, didaktik materialların rolu Montessori'də mühüm rol kəsb eləyir. Sizdən soruşsa ki, didaktik materiallar harda yer alır? Bunu da deyəcəksiniz ki, Montessori yanaşmasındadır. Və baxın, burada da qeyd olunub ki, Montessori'də istifadə olunan materiallar orijinaldır və uşaqların özlərini korrekt etmə imkanı verir. Yəni, hər hansısa bir belə deyək də, oyuncağı uşaq qırıbsa, sındırıbsa, uşaq onu özü bərpa etməlidir. Yəni, korrekt etmə imkanı verilməlidir uşağa. Yəni, tərbiyəçi onu dərhal düzəltməməlidir. Həmçinin Montessori pedaqoji yanaşmasında özəlliyi ondan ibarətdir ki, burada uşaq ona maraqlı olan, onu cəlb edən hadisələri, əşyaları öyrənir də. Həmçinin Montessori qeyd edirdi ki, uşaqlar uzunmüddətli iş prosesindən zövq alırlar. İndi biz nəyə baxacağıq? Və bununla yanaşı müəllimələr, baxın, deyirdi ki, Montessori uşaqlar uzunmüddətli iş prosesindən zövq alırlar və belə deyək də, o işi görən zaman maraqlı şəkildə onları cəlb edən bir növ işlə məşğul olurdular da. Bu da uşaqlarda çox böyük maraq yaradırdı. İndi biz iş formalarına baxacağıq. Montessori yanaşmasında dedik ki, uşaqlar mərhələli şəkildə öyrənirdi. 0-3 və 3-6 yaş. 0-3 yaş oldu şuursuz mənimsəmə. 3-6 yaş isə oldu şuurlu mənimsəmə dövrü. Həmçinin müəllimələr, bu nəzəriyyə bir çox ölkələrdə də tanınır. Burada müəllimələr, baxın, qeyd olunub ki, 3-6 yaşlı uşaqlar üçün uşaqlar məktəbə uşaqlar evi adlanan yerə gedirdilər. Yəni, hər sinifdən müxtəlif yaş qruplarında 20-30 uşaq və müəllimlərdən ibarət bir qrup təşkil edilirdi. Yəni, sizdən soruşsa ki, Montessori qruplarında neçə müəllim yer alırdı? Biz bu zaman qeyd edəcəkdik ki, 20-30 nəfər uşaq yəni yer alırdı və fərdi və qrup şəklində dərslər təşkil edilirdi. Bundan əlavə, yəni biz qeyd edəcəyik ki, Montessori yanaşmasında riyaziyyat mühüm rol oynayırdı. Daha sonra dildir, musiqidir, incə sənətdir, mədəniyyət üzrə akademik fəaliyyətlər çox praktikdir. Yəni riyaziyyat məşğələsindən əsasən biz Montessori yanaşmasında istifadə edirik. Qeyd elədik ki, riyaziyyatdır, dildir, incə sənətdir, musiqidir. Bunlar mühüm rol oynayır Montessori pedaqoji yanaşmasında. Bura qədər aydın oldu müəllimələr. Aydındır müəllimə. Müəllimə aydındır. Bəli, müəllimə. Çox gözəl izah edirsiniz. Lap yaxşı müəllimə. Yaxşıdır, narahat olmayın. Allah razı olsun. Çox sağ olun. İndi baxın müəllimələr, bir daha Montessori'yə baxsaq, dedik ki, Montessori yəni 1900-cu ilin əvvəllərində yaranmışdı. Burada həmçinin baxın, diferensiallıq mühüm rol oynayırdı Montessori pedaqoji yanaşmasında. Daha sonra biz qeyd edə bilərik ki, kognitiv-konstruktiv öyrənmə Montessori yanaşmasındaydı. Uşaq mərhələli şəkildə öyrənirdi, 2 dövrə ayrılırdı, şuurlu və şuursuz mənimsəmə. Şuurlu mənimsəmə 3-6 idi, şuursuz mənimsəmə isə 0-3 yaşa əhatə eləyirdi. Daha sonra müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirirdi Montessori. Daha sonra biz deyə bilərik ki, gözə görünməz icra edici rolu sizdən harda soruşsa, bu da Montessori yanaşması idi. Tək və qrup halında uşaqlar bir növ təlimlərə, dərslərə cəlb olunurdu. Sensor üzvlər vasitəsilə, uşaqların hiss üzvləri vasitəsilə inkişafı təmin edilirdi. Daha sonra materiallar burada orijinal idi, didaktik materiallardan istifadə olunurdu.
Biz bunları qeyd edəcəyik. İndi biz həmçinin materiallar orijinal şəkildə təşkil edilməli idi. İndi biz digər yanaşmaya keçək, Waldorf yanaşmasına. Waldorf yanaşması da müəllimələr qısa məlumata baxsaq, yəni 1919-cu ildə Rudolf Steiner tərəfindən Almaniyada yaradılmışdı. Yəni buna səbəb olaraq da fabrik işçilərinin uşaqlar üçün məktəb yaratmaq təşəbbüsü idi. Steiner həmçinin uşaqların mənəviyyatını inkişaf etdirməyin belə deyək tərəfdarı idi, vacibliyini inanırdı. Yəni həmçinin o bir çox belə deyək də, bir çoxlarının fikirlərindən ilhamlanaraq qeyd eləyirdi ki, uşaqlar təbii, qayğıkeş bir mühitdə, rahat mühitdə böyüklərin xaricdən müdaxiləsi olmadan böyüməlidirlər. Yəni bu da bir növ oxşarlıq təşkil eləyir Montessori kimi. Yəni hər ikisində də qeyd olunmuşdur ki, müəllim müdaxilə etməməlidir kənardan, uşaq özü bir növ fəaliyyətə. Montessori də bir növ gözə görünməz icra ediciydi. Burada da qeyd olunub ki, yəni böyüklərin xaricdən müdaxiləsi olmadan uşaqlar böyüməlidirlər. Həmçinin pedaqoji yanaşmasının əsasında belə bir fikir dayanırdı ki, insanlara onları əhatə edən təbii aləmi kəşf etmə imkanı verilir və təbii yolla inkişaf edirlər. Yəni ətraf mühit Waldorf yanaşmasında mühüm rol oynayır müəllimələr. Həmçinin Waldorfda müəllimələr qeyd olunmuşdur ki, yəni təhsildə elə yenilik yaratmaq istəyirdi ki, çətinliklərin öhdəsindən gələ biləcək uşaqları yetişdirsin. Waldorfda bunu da qeyd edim ki, yəni burada əsasən uşaqlar texnologiyadan uzaq olmalıydılar da. Bir növ belə deyək, uşaqlar çətinliklərin öhdəsindən özləri gələrək inkişaf etməlidirlər, stimullaşdırmalıdırlar. Yəni Waldorf bunun tərəfdarı idi. O deyirdi ki, uşaqlar texnologiyadan uzaq, özü çətinliklərinin öhdəsindən gələ bilən, bundan əlavə öz əl işləri ilə belə deyək, daha da inkişaf etmiş olsunlar. Bunun tərəfdarı idi. Həmçinin burada gözəllik idi, estetika idi, humanistlik idi. Ətraf aləm mühüm rol oynayır Waldorf pedaqoji yanaşmasında. Biz dedik ki, humanist ideyalarda. Yəni harda siz humanist ideya görsəz, bilin ki, bu Waldorf yanaşmasındadır. İndi biz baxaq bəzi məqamlara. Dedik ki, uşaqlar çətinliklərin öhdəsindən gələ biləcək uşaqlara yetişsin istəyirdi. Yəni öyrətmə və öyrənmənin humanist ideyaları burada mühüm rol oynayırdı. Yəni siz harda görsəz ki, humanist ideya, bu mütləq Waldorfdur da, yəni humanist ideyalar. Həmçinin müəllimələr o qeyd edilir ki, uşaqlar böyüklərin dünyasından kənarda öz təbiətlərinə uyğun böyüməlidirlər və söz azadlığı mühüm rol oynayırdı burada. Yəni söz azadlığını da siz harda rast gəlsəz, bilin ki, bu mütləq yəni Waldorf yanaşmasıdır. Waldorf yanaşmasında uşaqlara söz azadlığı verilirdi. Biz indi digər məqamlara baxın. Baxın müəllimələr, qeyd elədik ki, gözə görünməz bələdçi rolunu yerinə yetirən Montessori'dir, amma bizdən soruşsa ki, mənəvi bələdçi kimdir? Biz bu zaman qeyd edəcəyik ki, mənəvi bələdçi Waldorf yanaşmasıdır. Aydın oldu yəqin ki, indi digər məqamlara baxaq. Baxın, burada da insanın ruhuna azadlıq verməyə xidmət etməlidir deyir. Uşaqların hər tərəfli inkişaf etməlidir. Və bu yanaşmada həmçinin emosiya və hisslərin inkişafı da nəzərdə tutulur. Daha sonra biz baxın humanist ideyalar dedik ki, humanist ideyalarda biz harda görsək bu da Waldorf olacaq. Daha sonra gözəllikləri sevməsi, yəni estetikadır, incə sənətdir. Bunlar da mühüm rol oynayırdı bu yanaşmada. Həmçinin müəllimələr qeyd edirdi ki, o uşaq inkişafında 7 yaşa qədər xüsusi dövrdür və bu dövr ərzində onlar həmişə azad, inkişaf edən, öyrənən varlıqdırlar. Yəni sizdən soruşsa ki, hansı yaşa qədər xüsusi dövrdür uşaq inkişafı? Waldorf yanaşmasında bu 7 yaşa qədər olan dövrdür və uşaqlar bu dövrdə həmişə azad, inkişaf edən, öyrənən varlıqlardır.
Daha sonra biz baxaq müəllimin roluna Waldorf yanaşmasında. Reggio Emilia və Montessori pedaqoji yanaşmasına nisbətən burada daha çox uşaqlarda birgəlik, bərabərlik hissləridir. Yəni birgəlik və bərabərliyə harda rast gəlsəz, bu bilin ki, mütləq Waldorf yanaşmasıdır. Burada yəni müdaxilə edən mənəvi bələdçi rolunda çıxış edir, tərbiyəçi müəllim. Və ətraf mühit burada mühüm rol oynayır. Dedik ki, ətraf aləmlə tanışlıq. Yəni əsasən uşaqlar ətraf mühitin qayğısına qalmağa həvəsləndirilməli idilər. Daha sonra müəllimələr dedik ki, yaxşılıq, həqiqət, gözəllik formalaşır uşaqlarda. Bundan əlavə biz nə qeyd edəcəyik? Baxın, nağıldır, hekayədir. Yəni bunlar da danışmaqdır. Bunlar əsas xüsusiyyətlərdir. Yəni Waldorfda hekayə, nağıl bunlara daha çox üstünlük verilirdi və bu da bilirik ki, bizim bədii təfəkkür məşğələsində yer alırdı. Bədii təfəkkür məşğələsi də Waldorf yanaşmasında xüsusi rol oynayır, xüsusi əhəmiyyət kəsb eləyir. İndi ətraf mühitin roluna baxsaq, mühit təbii komponentlərlə təşkil olunmalıdır, qayğı ilə əhatə olunmalıdır. Oyuncaqlar və vəsaitlər daha çox əl ilə düzəldilir, material olaraq taxtaya üstünlük verilir. Yəni siz harda görsəniz ki, əl əməyidir, əl işləridir, daha sonra taxta materiallardır. İKT-dən, yəni biz rəqəmsallıqdan istifadə etmirik, İKT yoxdur, texnologiya yoxdur. Daha sonra qayğıkeş mühitdir. Bu Waldorf yanaşmasıdır. Həmçinin biz dedik ki, didaktik materiallar Montessori'də mühüm rol oynayırdı. Amma biz deyəcəyik ki, konstruktor oyunları Waldorf yanaşmasında xüsusi rol oynayır. Konstruktor oyunlar da o idi ki, yəni taxta kublardan, legolardan istifadə edirik. Burada da baxın qeyd olunub ki, taxta materiallardan əsasən istifadə olunur və əl əməyindən mühüm rol oynayır burada. Daha sonra biz nə deyəcəyik burada? Yanaşmanın təcrübədə tətbiqinə baxsaq, belə deyək də, təqlid etməyi. Baxın, erkən yaşda uşaqlar öyrənmə prosesində ilk dəfə müəllimlərini təqlid etməyə başlayırlar. Yəni hələ körpədirlər də, tərbiyəçi müəllim nə edəcəksə, onlar da təkrarlayacaqlar. Yəni müəyyən bir dövrdən sonra daha formalaşacaqlar, daha təkmilləşəcəklər və qeyd elədik ki, hekayədir, mahnıdır. Bunlar mühüm rol oynayır burada. 7 yaşa qədər heç bir uşaqlar oxuma, yazma, riyazi bacarıqlar öyrədilmirdi bu yaşa qədər uşaqlara. Bunun əvəzində onlara oynamaq, kəşf etmək üçün daha çox zaman ayrılırdı. Yəni sizdən sorsa ki, hansı yanaşmadır ki, uşaqlara 7 yaşa qədər heç bir oxu, yazı, riyazi bacarıqlar verilmir, sadəcə onlara oyunlar verilir kəşf eləmək üçün özlərini. Bu Waldorf yanaşmasıdır. Yəni 7 yaşa qədər xüsusi dövrdür uşaqlarda. Daha sonra biz qeyd edəcəyik ki, Waldorf metodunda öyrənmə ardıcıl şəkildə aparılır. Tanışlıq, əvvəlcə tanışlıq, tanışlıqdan sonra tanışlıqdan təcrübə, təcrübədən isə müxtəlif anlayışlar əldə edilirdi. Yəni tanışlıq, təcrübə, daha sonra isə təcrübədən müxtəlif anlayışlar əldə edilir. Ardıcıl şəkildə təşkil olunur bir növ. Yəni bunlar mühüm rol oynayırdı. Oyunlar, əyləncə də mühüm rol oynayır. Waldorf yanaşmasında dedik ki, bədii təfəkkür də burada mühüm rol oynayır. Daha sonra indi biz baxacağıq iş formalarına. İş formalarda müəllimələr bir növ Waldorfda qruplarda eyni yaşlı uşaqlar iştirak edirdi. Dedik ki, Montessori'də müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirirdi. Amma burada qruplarda eyni yaşlı uşaqlar iştirak edirlər Waldorfda. Yəni fərqləri buradadır. Daha sonra biz nə qeyd edəcəyik burada? Yəni Waldorfda əsasən həmişə birgə təhsil, tam əhatəliliyi təbliğ edir, birgəlikdir, bərabərlik hisslərinə harda rast gəlsəz, bu Waldorf yanaşmasıdır. Waldorf yanaşmasında uşaqlar 3 yaşdan 18 yaşa qədər hər cür qabiliyyətli uşaqlar bir növ qəbul edilirdi. Yəni burada əsasən öyrənmə 3 yaşdan 18 yaşa qədər davam edirdi və ailələrin də əməkdaşlığı rolu mühüm rol oynayırdı. Yəni ailələr burada əsasən bir növ belə deyək əməkdaşlığa cəlb olunurdu. Uşaqlar daha da təkmilləşdirilirdi.
Waldorf yanaşmasının nəzəriyyəsinin üstünlüyü də uşaqların erkən, yəni ixtisaslaşmaq əvəzinə öyrənmə prosesində sevinç tapmaqdır. Daha sonra uşaqlığın zənginliyini yaşaya bilmək, yaradıcı öyrənmə mühüm rol oynayır. Yəni baxın burada yaradıcılıq, yəni kreativlik mühüm rol oynayır və ətraf mühit rol oynayır. Kreativlikdir. Daha sonra kreativlik də bizim səriştələrimizdə də yer alırdı. Yəni yaradıcılıq deməkdir. Əsasən Waldorfda yaradıcılıq mühüm rol oynayır. Daha sonra biz nə qeyd edəcəyik müəllimələr? Yəni biz əsasən bunları qeyd eləmiş olacağıq. Waldorf haqqında da bu qədər. Dedik ki, Waldorf texnologiyadan uzaq durmağı əsas götürdü. Uşaqlar çətinliklərin öhdəsindən gələrək inkişaf etməlidirlər. Daha sonra gözəllik, estetika tərəfdarı idi. Ətraf mühit mühüm rol oynayırdı. Humanist ideyalar, daha sonra söz azadlığı Waldorfda mühüm rol oynayırdı. Birgəlik, bərabərlik hissləri burada mühüm rol oynayırdı. Mənəvi bələdçi Waldorfda idi. Gözə görünməz isə Montessori'də idi. Əl əməyi burada mühüm rol oynayırdı. Taxta materialları idi, konstruktorla oyunları idi, incəsənət idi. Yəni əsasən incəsənətdən istifadə idi. Bunlar da Waldorf yanaşmasında idi. Bura qədər aydın oldu müəllimələr. Bəli. Lap yaxşı. İndi biz Reggio Emilia yanaşmasına baxmış olacağıq. Waldorf bu qədər. Baxın müəllimələr, Reggio Emilia haqqında baxsaq, bu pedaqoji yanaşma Loris Malaguzzi tərəfindən 1944-cü ildə İtaliyanın Reggio Emilia şəhərində yaradılıb. Əsas ideya isə uşaqlar arasında əməkdaşlığın inkişafıdır, müstəqil öyrənmə bacarıqlarının stimullaşdırılması, formalaşdırılmasıdır. Cəmiyyətlə uşaq arasında əlaqənin düzgün şəkildə qurulmasının təmin edilməsidir. Yəni burada da ətraf mühit Waldorfda olduğu kimi mühüm rol oynayır. Belə deyək, ətraf mühitin mühüm rol oynaması Reggio Emilia yanaşmasında əsas cəhətlərdən biridir. Uşaq özü tədrisin mərkəzində dayanır və öyrənmə prosesinin yaradıcısıdır. Yəni burada sizdən soruşsa ki, hansı nəzəriyyədə ətraf mühit 3-cü müəllim rolunda çıxış edir? Biz bu zaman deyəcəyik ki, Reggio Emilia yanaşmasında ətraf mühit bir növ 3-cü müəllim hesab olunur. Yəni mühüm rol oynayır. Daha sonra biz nə qeyd edəcəyik? Nəzəri əsaslarına baxsaq, nəzəri əsaslarında da bir növ belə deyək də, sosial konstruktivizm nəzəriyyəsi adlanır. Daha çox yəni sosiallıq da bir növ belə deyək, ətraf mühitdəki insanlar, yəni sosiallıq bu deməkdir. Sosial konstruktivizm adlandırmışdı. Kognitiv konstruktivizm oldu Montessori. Amma sosial konstruktivizm isə bu oldu Reggio Emilia yanaşması. Baxın, Montessori Piaget'in fikirlərini əsaslanaraq bir növ özü öyrənən uşağın tərəfdarı idisə, amma Malaguzzi Vygotsky'nin fikirlərinə əsaslanırdı və qeyd edirdi ki, öyrənmə prosesi tək başına deyil, böyüklər və uşaqlarla olan sosial münasibətlər əsasında formalaşır. Yəni bir növ belə deyək də, qeyd edirdi ki, Montessori uşaqlar özü tək başına şəkildə öyrənməlidir. Amma Reggio Emilia belə demir. Reggio Emilia tam olaraq əksinə deyir. Reggio Emilia deyir ki, uşaqlar böyüklərin müdaxiləsi daxilində bir növ belə deyir, cəmiyyətlə ayaqlaşaraq, uşaqlarla birlikdə əməkdaşlıq edərək, sosiallaşaraq daha çox münasibətlər qururlar, ünsiyyətə girirlər. Yəni sosiallaşırlar bir növ ətraf mühitlə. Ona görə də ətraf mühit burada mühüm rol oynamış olur. Montessori isə tam əksinə deyirdi. Yəni bir növ Vygotsky'nin fikirlərinə əsaslanırdı Emilia. Yəni Piaget'in. Aha, bəli, Piaget'in də. Bəli. Vygotsky'nin, Piaget'in fikirlərinə əsaslanırdı Reggio Emilia, amma Montessori belə demirdi. Yəni tam əksinə düşünürdü. Müəllimin roluna baxsaq, müəllim də yəni burada bir növ belə deyək də, uşaqların özlərinin qərar verməsinə, yekun nəticəyə gəlməsinə bir növ bələdçilik edirdi. Daha sonra
O tez-tez cütlərlə işləyərək uşaqların istəkləri haqqında söhbətlər aparırdı. Onların bir-birinə kömək etmələrinə şərait yaradırdı. İndi biz ətraf mühitin roluna baxsaq, ətraf mühitin rolu da, yəni burada uşaq, böyük uşaq arasında olan sosial əlaqələrin göstəricisi mühüm rol oynayır. Ətraf mühit də elə təşkil olunmalıdır ki, burada cəmiyyət və onun dəyəri öz əksini tapmalıdır. Yəni uşaq cəmiyyətlə əlaqədə, təmasda olmalıdır, yeniliklər əldə etməlidir, ünsiyyətə girməlidir ki, o daha çox sosiallaşa bilsin. Yəni buna görə də Emiliya sosiallığın tərəfdarı idi. Buna görə də məhz ətraf mühit 3-cü müəllim rolunu yerinə yetirmiş olur. İndi yanaşmanın təcrübədə tətbiqinə baxsaq, pedaqoji yanaşmasının əsas iştirakçıları olan kiçik yaşlı uşaqlarda hərəkət etmək, qulaq asmaq, görmək, dadmaq, toxunmaq, müşahidə etmək, kəşf etmək imkanı verilməlidir. Yəni bu da bir növ belə deyək də hiss üzvləri kimi də formalaşmış olur da. Yəni uşaqlar hər tərəfli inkişafı təmin etməlidirlər. Uşaqlar görərək, həmçinin Vako kimi də, yəni görərək, toxunaraq hərəkət etməlidirlər, qulaq asmalıdırlar, müşahidə etməlidirlər, dadmaq imkanı əldə etməlidirlər ki, inkişaf etsinlər. Yəni bunun üçün də dəstəkləyici mühit, inkişaf etdirici mühit mühüm rol oynayırdı. Həmçinin əməkdaşlıq da Emiliya pedaqoji yanaşmasında mühüm amillərdən biridir. Yəni əməkdaşlıq burada mühüm rol oynayırdı. Valideynlərlə təhsil müəssisəsi arasında, yəni valideynlər daim əlaqədə olmalıdırlar. Tərbiyəçi müəllimlərlə uşaqlarının inkişafı barədə mütəmadi məlumatlar əldə etməlidirlər qarşılıqlı şəkildə. Portfolioda, yəni bildiyimiz kimi portfolio uşaqların sənədlərinin bir növ saxlandığı qovluqdur, sənəddir. Portfolioda Emiliya yanaşmasında mühüm rol oynayır. Burada uşaqların bir növ müəyyən sahədə göstərdiyi işlər, təcrübələr bu qovluqda, portfolioda saxlanırdı. Daha sonra 3 il ərzində uşaqlarla eyni müəllim çalışırdı bu yanaşmada. Daha sonra biz nə qeyd edəcəyik burada? Yəni öyrənmə prosesində ətraf mühit rol oynayırdı xüsusi olaraq. Layihə əsaslı metod da, yəni Regio Emiliya yanaşmasında layihə əsaslı metodda, yəni uzunmüddətli idi, həmçinin nəticəünlü şəkildə təşkil olunurdu. Layihə əsaslı metodu odur ki, məsəl üçün biz hər hansısa bir layihə təşkil edirik. Məsəl üçün bitkilər götürsək, bitkilərin belə deyək də, əkirik bitkini torpağa, daha sonra onu suvarırıq. Müəyyən mərhələyə qədər, yəni biz onun inkişafını mütəmadi izləyirik. Bu da uzunmüddətli iş prosesi olur. Ona görə də bir növ layihə metodu kimi götürmüş ola bilirik və nəticəmizə çatmış ola bilirik. Daha sonra həmçinin burada müəllimlə uşaq birgə hər hansısa bir materialı seçməyi, nəyə əlavə edib, nəyi dəyişə biləcəyini müzakirə edir, fikir mübadiləsi aparmış olur. Dedik ki, portfolio burada mühüm rol oynadı. Daha sonra layihə metodu da burada mühüm rol oynadı. İndi iş formalarına baxsaq, burada baxın, müxtəlif yaşlı uşaqların eyni qrupda birləşməsidir. Baxın, Montessori'də də belə qeyd olunmuşdu ki, müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşir. Daha sonra biz deyəcəyik ki, baxın, əsas fərq nədir? Hər ikisi deyirdi ki, müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşir. Montessori yanaşmasında görə müxtəlif yaşlılar inkişaf mərhələlərinə görə qruplaşdırılırdı. Amma Emiliyada bu qruplaşma uşağın bir növ daha bilikli olan yoldaşından öyrənə bilməsi fikri əsasında idi. Yəni Montessori əsasən mərhələli şəkildə eləyirdi, amma Emiliya deyirdi ki, məsəl üçün hər hansısa bir sahədə mi deyək, mövzuda mı deyək, çətinlik çəkən uşağın daha bilikli yoldaşından öyrənərək inkişaf etməsini daha da stimullaşdırmış olurdu. Daha sonra baxın, Regio Emiliya yanaşmasında baxın, bir çox üsullardan istifadə olunurdu. Bu sensorlu masa üzərində qumla qazmaq, tökmək idi. Daha sonra rəssamlıqla bağlı işlər idi. Daha sonra bir növ belə deyək də, uşaqların fikirlərini ifadə etməsi idi, söhbətlərin, müzakirələrin təşkili idi, foto şəkilləri idi, müzakirələr idi, videolar idi, səs yazıları vasitəsilə uşaqların fikirlərini qeyd etməsi idi, rəqs etmək idi, qaçmaq idi, musiqi məşğəlləri idi, ətraf mühit haqqında biliklər qazanmaq idi.
Bundan əlavə uşaqların özləri ilə, müəllimləri ilə qarşılıqlı şəkildə əməkdaşlıq, problemin həllində birgə iştirak etmələri bacarıqları idi. Yəni müasir texnologiyada da Reggio Emilia'dan, Montessori'dən əsasən istifadə edilir. Daha sonra biz indi nəyi qeyd edəcəyik? Yəni əsasən bunlar mühüm rol oynayırdı. Ətraf mühit rol oynayırdı. Ətraf mühitdə də uşaqlar bir sıra bacarıqlara yiyələnmiş olurdu. Bunlar da yəni görürsüz, sensorlu masa üzərində qumla qazmaq idi, rəqs eləmək idi, uşaqların qarşılıqlı əməkdaşlığıdır. Bir sıra yəni bacarıqları icra etməsidir, öz yaradıcılıqlarını nümayiş etdirməsidir. Həmçinin flowchart da burada mühüm rol oynayır. Yəni Reggio Emilia yanaşmasında. İndi biz baxsaq, deməli Reggio Emilia dedik ki, müxtəlif yaşlı uşaqların eyni qrupda birləşməsi hər ikisində vardı. Montessori həm də Reggio Emilia'da. Montessori deyirdi ki, mərhələli şəkildə qruplaşır, amma Reggio Emilia deyirdi ki, yəni bu uşağın daha bilikli yoldaşından öyrənərək inkişaf etməsi idi. Daha sonra ətraf mühit üçüncü müəllim rolunu yerinə yetirmiş olurdu. Daha sonra portfoliyada uşaqların sənədləri haqqında qovluq da burada mühüm rol oynayırdı. Layihə metodu da burada mühüm rol oynayırdı. Daha sonra biz nəyi qeyd edəcəyik? Uşaqlar bir sıra bacarıqlara yiyələnmiş olurdular ətraf mühitdə. Deməli müəllimlər, Reggio Emilia yanaşması da bu qədər. Aydın oldu.